Peyğəmbərimiz meraca gedib sübhə yaxın, belə deyirlər də. Və getdiyi yerdə, burada yer kürəsində bilinir də, yəni günəş çıxır, günəş batır, nə o meridianlarla ölçülür, istər saat, zamanın fırlanması. Peyğəmbərimizin getdiyi yerdə zaman, məkan var idi bəyəm. İndi məkan ola bilsin olsun, zaman var idi orada. O zamanla bu zaman düz gəlməz axı. Və o sübhə yaxın gedib meraca. Amma orası əslində bütün hədislərdə deyir ki, Allah ona zöhr namazı qıldırdı. O qəribə bir şey. Bu bir şeyə işarədir ki, zöhr günəşin yerə nisbətdə ən zenit nöqtəsinə çatan var ki, günəş qalxır, ən zenit nöqtədə zöhr olur. Ki, bu insanlığın Peyğəmbər ən zenit nöqtəsinə, o pik nöqtəsinə qalxmışdır. Ona işarə olur.